Məhəmməd Əmin Rəsulzadə öz kitabında vurğulayır ki, Bolşeviklərin şərq siyasəti, biz paylaşmışıq dəfələrlə o kitabı. Orada vurğulayır ki, Şah İsmailin sarayı Azərbaycan türk mədəniyyətinin beşiği idi. Bəziləri Şah İsmaili belə deyək də, radikal, dindar, ən azından bir müctəhid kimi təsəvvür edirlər. Bəli, Şah İsmail natiq-i Quran olub, Şah İsmail hafiz-i Quran olub, Şah İsmail həm dini elmləri, həm dünya elmlərini bilib. Amma Şah İsmail tipik türkman Azərbaycanlı olub. Məsələn, Şah İsmailin devrində saz çox geniş yayılmışdı, aşıq sənəti çox geniş yayılmışdı, güləş çox geniş yayılmışdı. Yaxın şərqdə güləşi döşək üzərinə gətirən Şah İsmail olub. Güləşin əvvəli bir üstə baxın, Hindistan güləşi yazın, görün hindlilər necə güləşirlər. Hindlilər torpağın üstündə güləşirlər. Torpağın üstündə bir-biri ilə yıxılmadan. Güləşi döşək üzərinə gətirən Şah İsmail olub. Çövkən oyunu var. Çövkən oyunun yaygınlaşdıran Şah İsmail olub.